Gedə indi görək. Async await vasitəsilə necə sorğu ata bilərəm? Əvvəl bir dənə refresh eləyək görək sorğunu necə ata bilirəm. Yeni bir dənə fayl yaradaq. Northwinds atacağım sorğuma. Lövhamiyə görünür. Sorğu ata bilmək üçün nədən istifadə edirik uşaqlar? ISO. Fetchlə gedək sorğumuzu ataq. Northwinds kateqoriyası misal üçün. Bu API-yə sorğumuzu atırıq. Və ardınca bunu misal üçün loqa verə bilərik, bundan kart düzəldə bilərik. Hətta mən loqa verəcəm, kart düzəltmək siz kömək eləyin. İşte bu uğursuz olsaydı onu handle eləmək üçün nə edə bilərdim? Okay. İstənilən halda işləməsi üçün okay, əqallı da deməli, final ilə də verə bilərəm. Hə. İndi kömək eləyin, mənə gələn bu data vasitəsilə mən UI-mi yaradım. Bu array-mi alıram, hətta console log-dan yox, console table-dan verim. Belə gəlsin. Siz deyin, mən yazım. Mən bunlardan kart yaratmaq istəyirəm. Neyniyim? Necə məsləhətdir? Function, create, item, sonra Qənə bir dedi. Okay, hadi saxla. Const, misal üçün divim olsun. Nəzrin davam elə. Yaxşı. Sonra bir dənə H5 verərəm. Onu da create element edərəm ki, title-ları okay, hamısını bir dənə divə yazmaq istəyirəm. Train-dən ayıracam. Tənbəllik edirəm 3-4-dən yazmağı. Okay, onda body, append-char, divi onu... Bundan qabaq buna nəsə yazmalı deyiləmmi? Inner text contentdən. Onun text contenti datamız olacaqdır. Mən bura nə yazım indi? Plus bərabər olmalı deyil. Belə yazmaq istəyirəm, hə. Div.text content plus data. Sənin bu divin hal-hazırda yaranır. Tərtəmiz bomboş divdir. Yəni burada gəlib belə bir div yazmaqla bunun arasında heç bir fərq yoxdur. Sən bunun text contentini yazsan boş olacaq zaten. Kim kömək eləyər? Haqlısan, bəs bu funksiya... Funksiyanı parametrdir, bu parametr olaraq da data gətirir. Okay, parametr olaraq nə verim? Data deyil də, bu mənə nə göndərirsə, onu. Yəni, baxıram ki, bu mənə nə göndərir. Buna əsasən və ya özümdən bir məlumat verirəm. Misal üçün, nə gələr? ID, name və description. Bunları istifadə edib yazacam. Ki, bəs bunun text contenti ID üstə gəlirsə, misal üçün, çıx işarəsi ilə digərləri name və description. Normalda haqlıydınız, yəni ayrı element yaradıb səliqə ilə eləyərik, amma belə indi tənbəl variantı ki. Çox iyi, qəşəng. Sonda bunu yaratdım, içinə də yazısını yazdım. Create elədim, bu gəldi. İçinə yazısını yazdım, style-dan da bura style-ını verdim. Bəs border olsun. Sonra nə etməliyəm? Body, append-char Document. Body. Append-child. Niyə append-child, append yox? Bir dənə əlavə edirik.
2. Create item verdim. Hə. Bu neyin yerində bu funksiya? Yeni bir element Kart yarar. yaratmalıdır. Yeni bir element. Sadəcə bir element. Mən bu data ilə indi necə işləyim? For each Dən sən yox. Funksiyanı yazılır, funksiyanı altına yazılır. Datını Yox, sən yox. Məryəm. for each. De yazım. İşte mənim funksiya yazılır. Bunun içinə. Yox, mənim qıraqda. Qıraqda yazılır. Funksiya yazırsınız, funksiyanın içində for each yazırsınız. For each onun içində dövrəyilir. For each nəyi döndərsin, belə deyək. Nəyin üzərində dövr eləsin? Datanın Demə. Kartda Kart adlı bir şey mi var? yaratmalıyız, kartın içində yazılmır. Bax, əzbərləmə. Əsla əzbərləmə. Nəyə sahibsən, onu gözdən keçirt, onun üzərində get. Hələ mənim create elementi yaratmadı. Yox, sadəcə onu yaratmaq üçün bir funksiya yazdım, atdım qırağa. Onun içində şey. Nədən bax, for each-ə qədər qəşəng gəlmişdim. Datam var. Mən bu datamın üzərində gəzməliyəm. For each-imi bununla eləyirəm. Datamı for each eləyirəm. Hər bir elementim nə olur? Kim deyər, hər bir elementim nə olur? Create elementi. Yox, bax, bu buradakı element nədir? Loqa versəm nə çıxar? Hamısı nədir, yəni? Okey, yəni hər bir element mənim fetchdən gələn datamın hər bir işte obyekti və yaxud cavabıdır. Yəni ərreyin hər bir elementidir. Buradakı element data ərreyinin hər bir elementidir. Data da mənə API-dan, yəni backend-dən gələndir. Yox demə. Okey, indi mən bu elementlə nə edeyim? Nəbi? Hə. Kömək elə. De. O create item'da mesela elementin ID'si, elementin name, elementin description diyor. Qəşəng. Xeyr olar. Niyə bellədik? Düz eləmişik də, niyə? Şu parametre olarak ID name description veriyor. Okey. Ala. Bunda buralara ehtiyac yoxdur, çünki tək sətirdir. Qaldırıram. Bura. Bura tək sətrə düşdü. Bu formada mənim Niye 2'den sonra bir gelir? API özü belə qaytarır. Backend özü belə qaytarır. Bəyənmirsən update eləyək. Necə update eləyə bilərik? Update var da bitsin. Tərin denəndə. Fetch yazırdı, son zen yazırdı, son içerisinde... Fetch'in metodu nə olmalıdır? Gösterirdi, pat idi. Devam edin. Pat deyilmesi. Okey. Sonra seni göstermeliydi, hemen JSON vardı. JSON və headerlər ki, nə tipdə olmalıdır. Okey. Burayla bağlı sual yoxdur ki. Ben bizim qəribə forumda yazmışdı. Function içerisinde. Bu gün keçəcəm onu. Async nə yazmışdı yəqin ki? Yox, deyil. İçində Function içində datada for each eləyib, indi də HTML-lə nə dəyişməsi istəyirsən. Məsələn, row içində Amma mən kolumdan sanırım, kartlar row yazmışdı. Naratam bundan da sandın göstərir. Rowun içində fırlanıb koluna əlavə edib. Burada değil mi? Okey. Mən bunu soruşurdum. Okey, naratam inşallah bundan da sandı var. Heç yazmamaq. Yəni Hazır funksiyalar. deməli, gedirik, nə edirik? Uşaqlar, bunun bir sonra versiyası çıxdı. Yəni əslində hələ də bu da işlənir. Sadəcə bunun bir də asandı çıxdı. O hansıdır? Axios. Xeyr, Axios bir kitabxanadır. Bu isə JavaScript-də özəldir. Async await vasitəsilə istifadə etmək. Qayda 1. Await-i, yəni gözləməni yalnız asinxron funksiya eləyə bilər. Await işləyər ancaq asinxron funksiyadır. Yəni mən gələrəm. Misal üçün get kateqoriya istəyirəm bunun adına. Kateqoriya. Funksiyonun bizdə sinxron deyil. Xeyr. Funksiyaların həmişə ardıcıl işləyib sən. Bir-birinin ardınca. Bu isə gözləyəcək bir funksiya olacaq. Mən bura gəlib deyirəm ki, const response await gözlə fetchimi. Fetchim də olacaq bu.
Yuxarıdakı sinonimi yazıram ha. Bu yeni yazılış qaydası sadəcə bunun sinonimidir, təzə çıxan yazılışdır. Hər hansı bir belə deyək, performansda qeyri-adi üstünlüyü, nə bilim nə, heç nə yox. Sadəcə belə deyək, bu tərzdə də yaza bilirik. Hə, burada qırmızı çıxır. Və zaten hər şeyi bizə özü deyir. Üzərinə gəlirəm. Await expression are only allowed with async functions. Yəni asinxron funksiyada olar ya da top leveldə. Bunu asinxron eləmək üçün uşaqlar qarşısında bir dənə async yazırıq. Bitdi getdi. Bu qədər. Yazılış yadda qaldı. Await vasitəsilə gözləyirik. Buradakı await var ha. Bir dənə gələcək. Eyni şeydir, sadəcə yazılış fərqidir. Belə deyək, əvvəl misal üçün plus metodu yox idi. Stringləri birləşdirmək üçün A-nın üstünə B gəlsin, A, B eləyər də, düzdür? Yox idi, nöqtə konkat var idi. İndi amma plusu qoyublar, bunu işlədirik. Əvvəl qabağına plus yazıb stringi integerə çevirmək yox idi, parse int eləyirdik. Hər ikisi eyni şeydir də, düzdür? Bu da eyni söhbətdir. Sadəcə daha son versiya yazılışı belədir. Hə. Fetch elədim. Bunu gözlədim. O buradakı ilə uşaqlar buradakı demək olar eyni şeydir. Bu mənə promise qaytarır. Mən bu gələni dənə-dənə də loqa verəcəm. Gözləyirəm və loqa verir. Yuxarıdakı hissələr başımızı qarışdırmasın deyə buranı kommentariya alıram. Buranı da bunun aşağısına atacam, içini düzəldəcəm, daha doğrusu dəyişəcəm. Gəlirəm, deyirəm ki, bəs burada da sadəcə loqa verirəm, yuxarı ilə aşağı sinonim olur. Burada, bəli. İndi bu əslində bizim düşünülən kim faydası? Heç nə. Niyə var? Rahat, daha səliqəli. Yuxarıdan aşağıya götürürük. Və bunu ki artıq belə funksiya kimi yazırıq. Bir çox yerdə təzədən işlədə bilirik. Hə. Şərtliyimizdə işlədə bilərik. İşlədə bilərdik. Yəni götürərdin bir dənə funksiyanın içinə atardın, onu çağırardın. O da içində zaten bunu işlədirdi deyə eləmiş olardı. Yəni bu sadəcə daha təmiz yazılış sayılır. Daha səliqəli kod sayılır ona görə. Amma yenə iki yazılışda görə bilərsiniz. Bu Axios-da göstərəcəm, onu da görə bilərsiniz. Köhnə proyektlərdə jQuery ilə də görə bilərsiniz. Ajax sorğuları, React Query də görə bilərsiniz. Gələcəkdə Allah bir başqa paketlər də çıxacaq, onları da görə bilərsiniz. Amma bu özünün necə? History hansınınsa yeni versiyası deyil. Əvvəl history işlənirdi, sonra yeni versiyası gəldi. Yox. O da API çəkimində idi. Yox, bu ona aid deyil. History ümumiyyətlə belə deyək, Windows local storage var ha. O history ilə bir şeydir. Yəni browserin özəlliyidir. Bu sorğu atmağa falan aidiyyatı yox. Buna aidiyyatı yox. Okay. Bu formada sorğu ata bilərəm. Bu gəlir birbaşa özünü işlədir. Mən də gəlirəm, bu funksiyanı çağırıram və iki eyni nəticəni alıram. Bu və bunun arasında uşaqlar heç bir fərq yoxdur. Okeydirmi? Bir dənə kodu başa düşün. Metodu necə olacaqdır? Yeri gəlmişkən, əgər kompüterlər işləməsə, qabaqda oturan Məryəm eləyib. Okey. Yuxarıdakı getsə, aşağıdakı da bunun delete sadəcə metod delete. Burada da eynisi, çünki bir dənə burada zənlərdən qurtuluruq, başqa heç nə. Bu formada. Bitdi, getdi. Amma artıq başımı işlədirəm ki, bu delete'dir və biz necə delete edirik uşaqlar? Yəni ümumi də delete edə bilərik əslində. Əgər backend yazıbsa, hər şeyi də silə bilərik. Amma əsasən ID-yə görə eləyirik. Elə isə mənə nə lazımdır? Parametr olaraq ID götürməliyəm və bu ID / bura plus olmalıdır, düzdür? Ki artıq adam ürəyi istədiyi yerdə gəlsin, bu funksiyanı çağırsın, desin ki, bəs ID-si misal üçün 999 olan. Get bunu sil. Okeydirmi? Əvə. Başınızı işlədin. ID formasını yazın,
Async çevirmək çox asandır. Eyni şey deyil. Hə. Adi formasyon. Onu demirəm mən. Posta şey göndərməli deyildi, bir şey göndərməli Hə. deyildi. Body nöqtəsi. Ay sağ ol. Onlar lazımdır. Header da lazımdır, body da lazımdır. Böyük. Məryəm, ekrana bax. Deməli, gəlirəm delete-də. Bu delete nə balsa var? Eynisidir, sadəcə şeydir. Gəlirəm indi bunun postunu yazıram. Postunu yazmaq üçün gəlin aşağılara kommentariya alaq. Belə bir şey yoxdur, elə bilim. Bunun delete nədir? Hər ikisində sadə. Bir dənə buradan atıram, metod. Əslində digərləri tam olaraq eyni cürdür. Buradakı delete'dir. Əlbəttə ki, ad olmalıdır. Ad qoyanda da belə şeylər nəzərə alın. Bilinsin də ki, funksiyaya baxanda nəyə görə işləyir. ID. Okey, bu düzəldi. İndi davam edirik. Bunun yaradılması create. Create'də nə ehtiyacım var? Yox, məntiqi olaraq sadəcə. Ay sağ ol. Yəni nə yaradacam ona? Data deyək. Bura səliqəli olsun deyə gəlib bu create-ə deyirəm ki, misal üçün, mən bu hissəni indi hamısını burada yazacağam, sonra səliqəli formada çıxardacağam. Ki, bəs, gedib baxıram görək fetch'in mənim necə yazılır da əvvəl. Fetch. Gəlirəm MDN-dən baxıram ki, deyib, bu var, bu var, bu var. Bizə nələr lazımdır? Ay sağ ol. Metodumuz da var idi. Metodumuzu eləyirik post. Və header body. Body'nin nə etmək lazımdır? Ay sağ ol. Niyə? Yəni internet bir dənə bunu bilir də, string. Şəkil də göndərsən, nə də göndərsən, bunun bildiyi tək şey yazıdır. Okey, ardından body'ni göndəririk. Stringify edərək. Buradan da data. Və ya daha belə şey olsun deyə datanı buradan göndərməyim. Əlimlə yazım, sonra dinamikləşdirəcəm. Olsun name BF205. Əgər hər şeyi düz yazmışamsa, bunu çağıranda işləyəcək. Diqqət edilsə, heç nə dəyişmədi bayaqki ilə. Tək fərq bir dənə yəni buna metoddan başqa header və body əlavə elədim, bitdi getdi. Gedirəm görək həqiqətən də işləyibmi? Yəni biz post metodunda ID etmişik. Bir dənə refreshimizi, səhifəmi işlətməmişəm heç. Səhifə işləmədiyi üçün də harada işləsin ki. Reference ID is not defined. Eynən. Burada ID ehtiyacımız yoxdur. Biz create edirik də, yəni yeni ID. Hə, bu formada uşaqlar əlavə olunur. Gedib baxırıq ki, həqiqətən əlavə olunubmu? Gəlib BF205 düşüb. Suallar mı? Hani bu deleteyle ümumiyyətlə bütün API siliyor olur. Hə, bayaq elədim. Sizin yazdığınızın altına elə sildim. Yazmadı. Mesela kategorisi elentisine kaldı, deleteleri hamısı sildi. Əgər backendçi onu yazıbsa, dəstəkləyirsə o bacarığı, hə, bu dəstəkləmirdi misal üçün, mən məcbur fora saldım ki, 9-cudan 50-ci ID-yə qədər dənə-dənə təzədən delete çağırıb belə sildim. Amma əgər dəstəkləyirsə, yəni bir dənə delete all funksionu yazırıq və hamısını silirik. Yəni dəstəkləməyindən asılıdır. Siz ID-siz verirdiniz, əgər backend dəstəkləsəydi, hə, hamısını silərdi. Heç sağlayıb mənim format. İndi mən elə bir solution elədim. O cür həll elədim, çox onu silmək üçün. Amma dəstəkləyirsə,
veririk. Hətta bəzən şeylər olur ki, məsəl üçün elə çatdırsan ki, məsəl üçün deyək ki, 1, 7, 14, 15, 16, 18, 20-dən 30-a kimi silmək lazımdır. Hə. Bunların hamısı bir 20-30 dənə sorğu elədi, düzdür? Biri var serverə 20-30 dənə sorğu getsin, biri var bir dənə getsin. Hə, backend əgər dəstəkləyirsə, biz bunu array formasında veririk. Bir sorğuya o eyni request-i almış olur. Yenə, yəni backend ikisini daha yaxşı düşəcəksiniz. Okay. Buradan gedirəm. Bu kodla bağlı sual var, post eləməklə. Amma bu kod nədir? Çirkindir. Dolayısıyla bunu düzəltmək lazımdır. Həm də bu kod nədir? Dinamik deyil. Yəni mən bunu ürəyim istəyən göndərə bilmərəm. Ancaq nəyə göndərirəm? BF205-i. Dinamik eləmək üçün buna deyərəm, misal üçün yəni obyekt və ya array ilə göndərə bilərəm, şərt deyil. Və ya data deyə bilərdim. Sadəcə data burada var deyə bunu göndərmək istəmirəm. Mütləq. O olmasa işimiz getmir. Local storage kimi düşün də. Yəni bunun başa düşdüyü bir dənə budur. Headers'da bəli. Ki əgər put və post göndərirsə yazmalıyıq. Və ya backend bizdən istəyirsə getdə belə yazmalıyıq bəzi. Dəxlisi yox. Biz əksər vaxt istəməyir, amma yəni ola bilər də ki istəsin. Məsəl üçün private rootlarımız olsa, yəni gizli rootlar, hansı ki security-də məsəl üçün silmək. Elə izləyər bizim saytı, API-ni götürür, elə göndərər. Instagramdan həmin filan kəs silərəm də. Adminin şeyini taparam, düzgün deyil. Ona görə hətta get belə olsa, yəni məsələn bütün gizli profili görmənim düzgün deyil də və ya başqa bir şey. Ora header token falan qoyulmalıdır ki, hə, admin görər. Amma da başqası görməz. Okay, bunu səliqəyə salmaq üçün nə etdim? Obyekti göndərdim. Burada hələ ki dinamik oldu. Yəni artıq mən create kateqorinin içinə gələrəm, göndərərəm name misal üçün asset səhifəni bir dənə refresh eləyərik. Gələr asset bura düşər. 2 dəfə refresh elədim deyə 2 dəfə gəldi. Misal üçün baxın burada mənasız şeylər var. Bunu bir dənə sürətli silim. 9-dan 10-a kimi. Seçimdir bu. Təsəvvür bunun belə bir gözəllikləri var ki, normalda belləmirik, prosta indi bir həll yol olaraq. Ayda sıfırdan eynən getdams bütün API təmizlədik. Olsun. Bəli. Hə, şöp. Okay. Və gəlib yenidən əsədi çağıranda əsəd gəlib bizə düşür. Bəs əgər kəsmən yazsaq, keçən dəfəki dərs kimi, onda aydın harda yazacaq? Bayaq yoldaşım verdi. Funksiyaya salırıq, funksiyadan ötürürük. Yəni, deyək ki, bu formada deyil, zenləndir. O halda yenə eyni cür yazılır. Yəni, gəl misal üçün bunu çevirək ona. Bu oldu artıq post. Bunu bir dənə götürürük. Buradan data gəlir. Misal üçün ok. Şöp, bunu çağırırıq, qutardı getdi. Amma içəridə prosta bu işləyir də. Okay. İndi create kateqoriyada nəsədir göndərirəm. Amma yenə kodum çirkindir. Hətta bundan da başqa problemim var. Diqqət edilsə, bizim Fidan əllər göyə telefon qoyub şeyə stola. Okay. Deməli, biz belə deyək, keçə sahib idik Zendə. Yəni problem oldu, düşürdü ora. Burada var mı elə bir şey? Yoxdur. Problem olan kimi partlayır. Nə edə bilərik? Bildiklərimizdən heç nə. Amma indi göstərəcəm. Try-catch. Aysa. Try-catch-dən istifadə edib yazacağıq. Yaxşı. Bu kod hələ də çirkindir. Kim kömək eləyər mənə bunu qəşəngləşdirək? Bundan geçmeli.
Okey. Mən bəli zaten pretlər istifadə eləmişik. Hə. Okey, bu header hissəsi zaten təkrarlanır deyə, misal üçün buranı çıxartmaq olar və ya ümumiyyətlə bu hissəni çıxartmaq olar. 2 const fetch option fetch option'u da buradan göndərirəm. Daha səliqəli görünər və hamısı bura aid olar. Bu formada, misal üçün. Belə bir şey eləyərəm. Yenə eyni nəticəni almış olaram. Amma misal üçün kodum nisbətən daha səliqəli olar. Ha belə, misal üçün normalda əgər header çox kompleksdirsə, yəni burada bir dənə deyil də 10-15 dənə şey varsa, header'ın özünü də burada bu formada çıxara bilərik. Ki belə. Yox, o düzdür, eyni şeydir, amma daha səliqəli və oxunaqlıdır. Hələ ki sizə şey gələcək ki, artıq iştirdə və yaxud nə gərək var. Amma gələcəkdə görəcəksiniz ki, yəni lazım olan, işinizə yarayan, kodu səliqəli eləyən budur. Hə, bir dənə. Okey, sual varmı? Yəni digəri ilə eyni hala düşdü. Hə. Yaxşı. İndi gedək bunun. Buna bağlı sual yoxdur ki. Heç nə eləmədim. Yəni sadəcə bir dənə dəyişən yaratdım, ora atdım ki, kodum səliqəli olsun. Gedək görək bunun update'i necə işləyər. Update'də mənim nəyə ehtiyacım var? Nəyi update eləyəcəyimi bilməyə. Yəni həm ID lazımdır, həm də gələn datanın özü. Yəni kimin misal üçün adını dəyişəcəm və hansı adı qoyacam. Yəni həm dataya ehtiyacım var, həm də ID-yə. Buradan ID-ni göndərirəm. Buradan da bunu put edirəm, qutardı getdi. Sadəcə adını dəyişirəm artıq, eləyirəm. Update category by ID və gedirəm, misal üçün deyirəm ki, name-i ələsgər eləyək. ID-si 1 olanı. Sorğumuz getdi, gedək görək. 1 olan ələsgər olmuş oldu. Yəni öyrəşəndən sonra çox rahat yazacaqsınız. Elə orada olan dəyişir yoxsa yenisə var mı? Orada olan dəyişir. Çünki bu post deyil, update. Elə ki, deyirsən ki, get ID-si 1 olanı tap, mən göndərən obyektdən onu dəyiş. Okey, yaxşı. Bəs bayaq dediyim məsələ, yəni error çıxarsa. Buraları kommentariyə alım, sual yoxdursa, sual varmı? Tezdən yazırım işte. Delete var mı buralarda? Okey. Bunu eləyirəm. Get ID. Bu arada get kateqori by ID-si də var. Çünki ID-yə görə də götürə bilirik. Eyni şeydir, sadəcə yəni birinciyə, ikinciyə, üçüncüyə görə. Bunu göstərməmə ehtiyac var yoxsa? Yenə də göstərməmə ehtiyac varmı? Okey. Get kateqori deyirəm. Get kateqoriya al. Get al kateqoriyadır. Ki hamısı. Metoda ehtiyac yoxdur, çünki default getdi, amma gəlib bura get deyəsəz, eyni nəticəni alarsınız. Okey. Gəlirəm, bu funksiyanı çağıram uşaqlar. Bu nəyi qaytarar mənə? Eynən, amma niyə 2 dəfə? Çünki bu da var. Yaxşı, deyək ki, API-də problem var. Server çökdü, nə bilim, ağac açdı, nə oldu? Gəlmir. Vay xeyirsiz. Belə bir API mi var ki?
Odur bu. Hə, okey. Nə oldu? Bayaq çıxmırdı. Yəqin ki, sorğunun bitməsini gözləyir. Hə, belə deyək. Bayaq necə gecikdi, bir neçə saniyə cavab verildi. Bu da eyni. Okey, tapmır və mənə error qaytarır. Hə, bu hallarda mənim Zen-də nəyim var idi? Cəlsi, bayaqki Promise-də nəyim var idi? Burada isə gedib try catch-dən istifadə edəcəm. Error çıxa biləcək hissəni bura yazacağam. Try catch bir çox proqramlaşdırma dillərində var və buna özəl deyil. Nümunə yazacağam birazdan. Yəni illa buna özəl deyil və error olsa deyirik ki, erroru loqa verərsən. Error message misal üçün. Ki artıq error olsa uşaqlar errorumu çıxarır. Yəni ki, problem yaratmır artıq bu kod mənə. Try catch-in tək istifadə yeri bura deyil. Bu kodları götürək. Bura ilə bağlı sual var. Həmdən try catch-in içinə almaqdır. Okey. Deməli, mən normalda hər şeyim kommentariyadadır. Bura tərtəmizdir. Deyirəm const num bərabərdir 7. Num bərabərdir 5. Log salam. Log nə bilim UI yarat. Log misal üçün admin ya da lokala yaz. Güya ki, burada funksiyalarımız var. İndi baxın bura. Buradakı kodlardakı error var. Niyə error var? Çünki konstantdır da ona yetişir. Bundan sonraki bütün funksiyalarım işləmir. Mən bunun qarşısını Onu try'da yaratır. aysa ki, işdir, burada error çıxsa, buradakı işləsin. Ay sağ ol, amma ifs-dən də daha bacarıqlıdır. Niyə? Çünki şey deyə bilir də. Error tam izah edir. Belə deyək, mənim kodumu dayandırmır. Yəni, misal üçün deyək ki, mənim saytım xəbər saytıdır və yaxud mənim saytım mühasibatlıq saytıdır. Yuxarıda da bir dənə şey göstərirəm. Hava durumu. Hava durumuna fetch atıram. Bir dənə bu hava durumu API çöküb deyə mənim opsi saytım çökəcək, düzdür? Amma try-catch-in içində olsa problemsiz. Dolayısıyla try-catch-in içinə atırıq və gördüyünüz kimi buradan errorum çıxır. Aşağıdan da digər kodlarım işləyir. Yəni hə, məndən asılı olmayan səbəbdən orada error çıxıb. Amma mənim kodum hələ də işləyir. Yəni nə var hava durumu xarab olub deyə onsuz da adam ora girib, nə bilim, nəyisə hesablayacaq, nəsə data əlavə edəcək. Yəni saytım problemsiz işləyir. Və ya ağ səhifə göstərmək yerinə nəsə bir bəzəkli bir şey göstərir. Bəli. Keçin try'sız yazmaq olar. Yox, belədir. Hadi. Bunun yazılış qaydası belədir. Okey. İndi buna bağlı sual yoxdur ki. Hə. Post, put, get, delete bunları eləməklə bağlı problem. Yəni də uzağa yazılışına baxıb yazarsınız. Yaza bilərəm deyənlər əlini qaldırsın. Tək yazdığımızı da. Yəni də 4-ü ilə də mən CAD əməliyyatlarını eləyərəm. Yəni create eləyərəm, read eləyərəm, delete eləyərəm, update eləyərəm. Okey, əla. İndi Amma o tərz eləyir. Yoxsa deyim vaxtımızda da rent vaxtında. yaxşı olacaq. Narahat. Onları yavaş-yavaş eləyəcək, düzələcək. Misal üçün deyək ki, xəbər saytımız var. Bunlara bir dənə fetch sorğusu gedir və bu datalar gəlib. Mən misal üçün smartphone bura daxil olanda sadəcə buna aid səhifəni görürəm, düzdür? Hə, indi sual verir sizə. Mən burada görün nə qədər səhifə var, misal üçün iqtisadiyyat. Burada bayağı çox, hətta irəli eləyə mən digər postları da görürəm. Bunların hər biri Hədi. Bir dənə HTML səhifəsi də, düzdür? Onda sual yaranır. Mənim indiyənə kimi 100.000 xəbərim olubsa, proqramist gedib 100.000 dənə HTML yazıb, onda nə edib?
Diqqət edirsinizsə, bunların UI demək olar eynidir. Dəyişən hissə ancaq nədir? Content. Bir burada yaz dəyişir, bir də burada şəkil. Hə. ID ilə götürür. Yaşa. Eyni səhifə qayıdır, amma eyni UI-dir. Bu indi MVC ilə yazılıb deyə belə eləyib. Mən onu API variantını göstərəcəm. Hə, bizim Northwinds versiyada nə var idi? Kateqoriyasında nə gəlir? Hamısı. Kateqoriyasının ikincisində ancaq ikinci. Birincidə ancaq birinci. Bu minvalına. Sual var? Hə. İndi mən gedirəm səhifəmdə deyirəm ki, ana səhifəmi yazacağam və bu ana səhifədən digər səhifələrə keçid qoyacağam. İlk ana səhifəmdə istəyirəm ki, bütün deyək ki, nəyə görək? Kateqoriyası yaxşıdır, yoxsa biraz daha qəşəngin qoyum, çətindir, misal üçün, products. Okey, bu qədər datam var qəşəng. Hayf, bunların şəkli yoxdur. Şəkilli API. Flex var idi ya. Şey var mənim, Master'da bizə deyilən müəllim atıb, ona girə bilərsiniz. Ekstra var. Xstore. Bilmirəm, işlətməmişəm. X. Budur, necə işləyir? Bura gəlir, productsa, misal üçün belə eləsəm, məhsulları verirsən, buradan, onu verirsən, qəşəng. KPI-yə görə, bu da buradan. Nasıl şey, silmə falan. Okey, nasıl silmək? Hə, silmək olmur, hə? Okey, silmənin Northwinds öz API-lərini eləyirlər. JSON serverdən qaldırdıqları. Okey. Deməli, bu API-yə misal üçün sorğu atırıq və buna əsasən UI-mızı yazırıq. Burada qəşəng kartlar var. Gedirəm skriptdən. Get all product deyirəm. Və buradan artıq işimi görürəm. Const, nə bilim, response, fetch atılacaq bura. Const, data. Resnipdə JSON-dan da gəlib götürdüm. Nəyim əksikdir? Qəşəng. Əzbərləməyin sadəcə, bir dənə başa düşərək görün ki, yəni bu buna görədir, bu buna görə bunu istəyir. Okey, gəlirəm, bu datanı götürürəm və hələ ki loqa verirəm sadəcə ki, görə həqiqətən götürə bilirəmmi? İnşallah bəzən ola bilər ki, API götürəsiz də işləməyə, course görsəz, bilin ki, sizlik deyil. Yəni, sizi bloklayıblar sadəcə. Yəni, icazə vermir ki, başqa URL-dən istifadə olunsun bu API. Amma belə Thunder Client-dən Postman-dən ata bilərsiniz. Saytımız işləmir, niyə işləmir? Çünki main. Hə, gəlir. Okay. Hə, əlimdə burasıymış. Bu formada mən bütün dataları götürürəm. İndi mən bununla nə edə bilərəm uşaqlar? Bundan nə edə bilərəm? Kartları yaratmaq istəyirəm. Bir dənə ISO create card. İndi mən belə bir şey eləyəcəm, siz eləməyərsiniz. Gedirəm, kartları da əllə yaratmağa üşənirəm. Bu sıraqdan mı yıxsam, yoxsa əllə mi yıxsam? Pis vərdiş elə desək. Onu göstərdim, elə yazacaqsınız. Okay, document, create element, div, const. Mesela bir dənə image olsun elə. Bir dənə də title bəsidir. Aşağısından yazılacaq, bitdi. O bir hissələrini daha sonra göstərəcəm. Bu formada. Gəlirəm, deyirəm ki,
karta append olunacaq image və title. Title-ınsa text contenti, yəni yazısı olsun. Ne? Yəni buradan yazsın. Və ikinci olaraq source olsun image-in. Image-in source-unu necə verirəm? Get atributuna götürürəm. Set atributuna daha da qısa belə yaza bilərəm. Amma bu ancaq image-də işləyir. Amma set atribut əslində daha yaxşı üsuldur. Okay. Bunun özü də getməlidir document.body və ya burada da başqa bir element yaradıb. Misal üçün container. Containerə əlavə edə bilərdik. Səliqəli olsun deyə eləyək. Document query selector. Okay. Artıq biz konteynerə deyəcəyik ki, bəs append child cart. Hazır. Create kartını elədik. Normalda amma işdir. Siz özünüz işləyəndə kartı belə yaratmayın. Necə yaradın? Burada bir dənə UI-ni yaradın. Qəşəng görünsün. Vəsə. Onu əsasən burada yaradın. Ki, biləsiniz ki, qəşəngliyə yox. İndi CSS önəmsəmirəm deyə belə rahat yaza bilirəm. Da buna bir dənə border versəm qəşəng olar. Okay, kart yarada bilirəm və məhsulları götürə bilirəm. İki dənə qəşəng funksiyam var, bunları qarışdırmaq lazımdır. Neyəyə bilərəm? Mən buradakı dataya heç cür əl çata bilmərəm uşaqlar. Niyə? Çünki bu asinxrondur. Buradakı datanı, yəni bunun nəsə return eləsə, datanı. Yox, heç nə qaytarmayacaq. İndi sürətli işləyib qaytara da. Okay, qaytara bilmədik. Nə deyir? Pending. Çünki bu nədir? Asinxron funksiyadır. Bunun cavabını gözləmək lazım. Bunun cavabını gözləmək istəyirəm. Deyirəm bəs await. İmkan vermir mən. Gedim bəlkə nəyəsə mənimsədim bunu. Const. Nə bileyim. İmkan vermir mənə. Funksiya yazılmalı deyil. Ay, sağ ol. Əla. Deməli, nə etməliyəm? Bir dənə də function yazmalıyam, hansı ki asinxron olacaq. Və bütün məntiqimi icra edəcək. Generate UI. Əslində gəlib bunun içində yaza bilərdim hər şeyi, amma çirkin olardı və single responsibility prinsipini pozardı. Hər funksiya ancaq bir işi görməlidir. Gələrdim, get all production götürərəm, burada çağıraram uşaqlar. Burada problemsiz formada çağıracam. Çünki nədir? Asinxron funksiyanın içində. Olsun bu all product. Və bu all product'ı nədir? Array'dir. Bunun for içi. Bəs hər bir element getsin kart daha doğrusu create kart. Sual olsa deyin, çünki mən yaza gedirəm. Eynin nöqtə name'i əgər varsa, bilə bilmərəm ki, var deyə yoxdur. Gəlb API-yə baxmalıyam. Name'i yoxdur, title var. Ona görə title və image-də image olacaq. Bu formada. Gəlir birinci title name'in yerinə, image-də image-in yerinə.
Gedək görək həqiqətən də işləyirmi? Heç nə işləmir. Niyə? Bir damcı bunu. Aha. Ay sağ ol. Nə olsun ki yazmışam? Sağırda mı? Gəlirəm. Yazıram. Bu formada görürəm. Bunun səbəbi uşaqlar CSS-lərin olmamasıdır. Karta bir dənə şey verəcəyik, düzələcək. Nə verəcəyik? Nə deyək olsun? 100 piksellik. Bir də height olsun. Piksellik, amma yetmir. Elə isə height'ını artıraq 300 eləyək. Okay, ona görə UI-da yazıb sonra işləmək daha yaxşıdır ki, görürük nədir, nə deyil. Okay, buradan bir dənə CSS-ini oynayaq. Ondan qabaq konteynerə bir dənə qəşəng flexini verim. Onda heç əziyyət çəkməyə ehtiyac olmayacaq. Okay. Yox, bura peliyəcəm gedəcək. Amma hə, qriddən də yazaq, bilərdim. Necə? Aşağısına düşüb yəqin ki, bu tam özünü tutur deyə bu imaglər görünmür. Karta bir dənə height-ını qaytaraq. Formada bir şey olsun. Ben şekillerin verdiğim şey. Ben şeklin haykına ifadə edirəm. Mən elə özünü gəlsin istəyirdim. Yoxsa hə, düzdür. Gözəl belə götürdüm. Neyse. Çox da oynamayaq. 50'liyim getsin. Okey. Çok çirkin bir UI'miz oldu. Ama kartlara ölçü verip düzenlendi. Width. Okey. Belə bir şeyimiz var uşaqlar. Hə. İndi mən istəyirəm bu xəbərlərin hər birinin öz bəs saytına gedim. Gəl 10 piksel. Biraz qəşəng olsun. Hə. Ona görə misal üçün UI-də yazın sonra düzəldir. Bunların hər birinin üstünə basanda öz detail səhifəsinə getməyi üçün, yəni necə ki burada bu formadadır, istəyirik bizdə də elə olsun. Hə. Nələr istəyirəm? Ekrana bax. Buna klik eləyəndə deyəcəm ki, getsin. Birbaşa üzərində də klik eləyə bilərəm, amma biraz daha qəşəng olsun deyə bir dənə button əlavə eləyəcəm. Buton. Butonun da içinə yazaq. Go detail. Buradan go detail deyib istəyirəm ki, gedək bəs həmin hissəyə. Hə, uşaqlar bunun üçün mənə A tagi lazımdır. Necə yəni? Biz bir səhifədən digərinizi keçirdik. Ay sol, A tagi ilə 10 verdik ki, bəs filan yerə get, filan yerə gəl. Əla. Burada da eynisini eləyəcəm. Gəlirəm bir dənə A tagi yazıram. A taginə deyirəm ki, bəs sənin set attributla da verə bilərəm. Birbaşa özündə var deyə href-nə deyirəm ki,
Bəs digər səhifəmə. Cəmi bir dənə səhifə yazacağam. Və hamısını buradan eləyəcəm. Detail və main page. Bu main page-dir. Mən bura bir dənə seçilsin deyə ATG ilə qoyacağam ki, necə eləyəcəyimi görün. Baxın, mən bu formada gedəndə detail-a gedib çıxa bilirəm. Sağ yox ki, bundan bağlı. A-da ATG-dir də. Ora keçir, bura keçir. Hə, amma mən query və hash vasitəsi ilə digər səhifəyə keçib də yeni parametr götürə bilərəm. Necə yəni? Normalda buna mən nə eləsəm, detail.1 eləsəm, neyniyəm? İşləməz, səbəbi nədir? Çünki ora başqa bir yerdir. Amma mən gəlib əgər belə bir şey eləsəm, işləyir. Axı belədir. Uşaqlar deməli bunu qəbul edir. Hə, mənim məntiqim necə işləyəcək? Buradakı ID-yə əsasən, yəni diqqət eləsəz, bunlarda da elədir, bax, yuxarıdakı hissə dəyişir. Bunu götürüb, bu ID-yə görə bir dənə fetch atacağam, get by ID və həmin elementi gətirəcəm sadəcə. Gedək görək necə olacaq. Gəlirəm ki, bəs. Main page-imdə bunun go detailinə basanda hara getdi? Bura düzdür. Buranı da götürürəm. Deyirəm ki, A-nın href-i bu olacaq və bu olsun ATG-nin içində. Yəni bura ATG əlavə olunsun. Button da olsun ATG-nin içində. UI-mız dəyişdimi? Yox, amma artıq klik oluna bilməli idi. Olunmur, gedib baxaq görək nə edir. Burada çünki sadəcə buton var. Refresh deyək. Hə, bax, artıq hamısı bura atır. Amma ID-si 2 ilə. Suallar. Okay. İndi mənim ehtiyacım var ki, bu ID 2-yə, yəni bax bura, mən gəlim bəs ID-ni götürüm. Create carddan artıq mən ID-ni də istəyəcəm. Hansı ki, backend mənə verir. Hardan bilərəm ki, verir. Gedib baxaram. Görərəm ki, hamısının ID-si var. Və buradan bu ID-ni gətirib bunun üzərinə gələrəm. Və bundan nə almış olacağım? Hansının ID-si nədirsə onu almış olmalıydım. Bir dənə refresh deyək. ID-si 5-ə getdi. 1-ə getdi. 16-ya getdi. Artıq hansı element seçilib götürə bilirəm? Mənə indi lazımdır ki, buradakını oxuyum, buradan 16-nı götürüm, bu 16-ya əsasən bir dənə fetch atım, ona əsasən UI-mı qurum, qutardı, getdi. Yazanda daha yaxşı düşəcəksiniz. Gəlirəm indi, yazıram ki, bunu mən necə götürə bilərəm detail səhifəmdə. Detail səhifəmdə gedirəm, deyirəm ki, bax script-ə girin, loqa verirəm, Windows, location, hash. Bax bunu. Bu mənə yuxarıda nədirsə onu qaytarır həmişə. Bu formada. Və mən bunun vasitəsilə artıq ID-ni götürə bilirəm.
Hətta belə bir şey eləyək gəlin. Document. Yəni hansına girsən gəlir o çıxır. 2 gəlir, lazımdır 5 gəlir, lazımdır 6 gəlir, lazımdır 7 gəlir. Hə, sual. Necə eləyim ki indi fetch atıb da buranı doldurum. Bu axarazdakı kimi. Nəyə əsasən atacam? Əla. Bu ID-ni götürmək üçün deyirəm ki, bunun nöqtə slice birincidən bu mənə hashtag lazım deyil də bizə. Onu kəsdik. Bundan sonra bir dənə gedib fetchimizi atırıq. Eyni funksiyaya burada da ehtiyacımız var. Get all deyil artıq. Get by ID. Buranın ID-yə ehtiyacı var. Hansı ki yolluyuq. Bitti get. Mən gəlirəm bunu çağırıram. Hələ ki bunu bir dənə log eləyək. Görək həqiqətən də ID-yə görə götürə bilirikmi? ID nə idi lan? Data. Bunu da göndəririk. Bu hash nədirsə onu. Gəlirəm. Hər şeyini görürəm. 7-nin ha. Gəlirəm. Buna. Bunun hər şeyini görürəm. Düzdür? Gəlirəm bura. Bunun hər şeyini görürəm. Bir dənə işim qaldı. Artıq bu içini doldurmaq. Misal üçün istəyirsiniz buradan create eləyərsiniz onda. Misal üçün də bu formada. O bir səhvə çatmadı. Hə. Bu səhvə? Okay, bir dənə onda buranın içini doldurum ki, görüntü olaraq alınsın. Nasıl belə bildiyiniz şeylərdir. Burada sadəcə götürəcəm, create eləyib oraya yazacam, qurtaracaq. Yəni aldığım datadan istifadə edəcəm. Buradan misal üçün gedirəm artıq nə ki var. Hamısını bura yazıram. Burada artıq UI-ı özümüz yazırıq. Nə var? Title, price, description, category, image, rating. Okay. Bir dənədir deyə elə buradan işləyirəm, daha create eləmirəm. Tamam olsun divim. Divimin içində h1, burada olacaq title. ID-si olsun title. Image'im olsun. Az ki height 200 piksel, width 100 piksel və s. Bir dənə p tagim olsun, az ki description yazacağım. Rüfəs, negativ enerji yayma. Onlar arasında yazdım ki, mən yadıram yandım. Okey. Kim yatır ki? Hamısı o yana. Hamı yatır, demədim. Okey. Ayaq üstə qulaq asasız peşə. Cəza kimi demirəm, ümumiyyətlə şey kimi yəni. Daha yaxşı başa düşmək. Okey. Və buradan reytinqə ehtiyacımız var. Reytinqi də batında ver. Reyting. Yəni mənim API-ım mənə reyting falan da gətirir də ki, bəs bu məhsulun reytinqi 3.9-dur və s. Gəlirəm bunları burada seçirəm. Const, nə bilim, title olacaq document get element by id title. Bəs nə bilim, image gedib seçək. Query selector image. Niyə title error hansı ki eynisindən var? Eynisi p tagi üçün də eləyirik, eynisi buton üçün də eləyirik. Mən düzgününü eləmədim. Düzgünü necə olardı? Class ID. ISO hamısından normal şəkildə class ID vermək. Ki səliqəli olsun. Mən indi sürətli olsun deyə bu formada elədim. Hə, mən burada get product eləyəndən sonra bir dənə də funksiya yaradıb
orada bunu təzədən çağırmalıyam. Niyə yeni funksiya yaradıram? Çünki asinxron funksiyanın başqa heç yerdə returnunu götürə bilmərəm. Gərək başqa bir asinxron funksiyanın içində olsun. Verirdi, amma bunun deyə bilərsən ki, bunun içində birbaşa yazın. Tamamilə haqlısan, amma kod çirkinləşir. Və bu funksiya mənasını itirir. Yəni, sən get by product eləyəndə sadəcə produktu götürmək istəyirsən. Həm produktu götürüb, həm məhsul yaratsan, bu single responsibility-ni pozur. Yəni, belə deyək, süpürgə yeri silməlidir də, durub, nə bilim, maşın falan sürməli deyil. Süpürge yeri silir. Heç mi ev işi görmürsən? Yeri süpürür. Ben Hə, okey, neyse. O şey, Uno reverse kartı var ha, neyse. Okey. Rəfət, dərsdən çıxarsan. Yox, hə, ayrımcılıq eləməyim. Okey. Deməli, mən burada nə edirəm? Generate UI. Ki, buradan artıq bunu çağıracaq. ID yerinə nə olacaq uşaqlar? Ay, sağ ol. Həş ol. Həşində və bunların da hamısını gəlib içində dolduracaq. Nə bilim, title, getdi, text contenti, bəs həşin, datanın nəyi? Title-ı. Mən buna eyni şey yazmışdım. Eynən, bir dənə. Göstərəcəm, narahat olmayın, biləcəksiniz. Uşaqlar, əsniyəni dərsdən çıxardığım gəlsin, üzün yoxsun gəlsin. Siz əsniyirsiniz, digərlərin də yoxsu gəlir ona görə. Başlarını tapmaq lazımdır. Okey. Detaildə uşaqlar bu formada gəlir, daha doğrusu gəlmək istəyir, gələ bilmir. Çünki image text content verməyə çalışmışam. Bu da nədir? Ay, sağ ol. Okey. İşləmir uşaqlar. İsimlərdə get element by ID falan. Müəllim üçün get element by ID vermişsiniz. Onu şöyle select yapalım. Çağırmamışam. Hə. Çağırandan sonra bunu alıram. Bir dənə də qiymətini yazmalıyam. Data price niyə işləmədi, maraqlıdır. Price. Yəni yuxarıda by ID-ni seçmişəm. Canavar. Okey. Selektorum səhv idi, dolayısıyla işləmirdi. Hə, bu formada artıq mən hər şeyini alıram məhsulu. Necə ki, xəbər saytı, bizim sayt. Keçirəm geriyə, gəlirəm bu köynəyə, 12.99-adır, adı budur. Gəlirəm bura. Keçirəm, narahatım, bir də başdan gedəcəm. Bu da 9.99-a, nə bilim, bu da 109-a. SSD, nə bilim, SATA kart falan, UI ilə oynayarsınız. Okey. 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 Rekordu saxlamaq mı, yoxsa rekorda qeyd Qeyd. Hər rekorda eləməyəndə burada qeyd. Deməli, GTL Products-la bağlı sual var. Adi şeydir. Başı hardadır, başı hardadır. Ay sağ ol, bu problem oradadır. Başı ayağı fikirləşməyin. Sən algoritmini qur, все, qalanı gələcək. Algoritm hardan başlayır? Misal üçün, bizim ehtiyacımız var idi bütün API-dan dataları götürüb UI-ya yaratmağa. Все, nəyə ehtiyacım var? API-yə sorğu atmalıyam deməli. Onları götürməliyəm birinci. Fetch'imi yaratdım, fetch'imi attım. Все, datalara sahibəm, konsolluqda çıxarda bilirəm. Все, mənimdirlər. Aha, indi bu datalara əsasən UI yaratmalıyam. UI yaratmaq üçün nəyə ehtiyacım var? Nə bilim, create element, text falan filan. Aha. Hani bu asenkron sistemi. Yəni sus gəlmə ha. O products'ı şey deyəndə, evet niyə yazmışsınız? Ha, əla. Siz işləməyin. Xeyr. Asinxron funksiyanı əveytsiz belə deyək, asinxron funksiyanın returnunu əveytsiz götürə bilmirik. Çöldə də bayaq misal üçün yazdım. Evet, yəni
Bu promise qaytarır. Promise də nə idi? Ya fulfilleddir, ya rejectdir. Amma pendingdə olduğu halda, yəni Yusif gedirdi oradan silgi gətirməyə. Yusifin yolda olmağı bizə heç nə mənası yoxdur. Gözləməliyik ki, Yusif gəlsin. Await o işə baxır ki, Yusifin gəlməyini gözləyir. Ona görə, yəni biz bunu işlədə bilmək üçün return'ünü məcburuq başqa bir asinxron funksiya yaradaq. Bəs orada ahirçrefin içinə nə yazmısınız? Nəyin linkini atmısınız? Hə, buna isə mən digər səhifənin linkini atmışam ki, keçə bilim. Yəni gəldim, burada UI-da A tag-inə yazdım bunu, gördüm ki, bu bir səhifənizi keçə bilərəm. Gördüm ki, belə keçə bilərəm. İşte onu yazdım. Qabağından da ID-sini qoydum ki, hər birinə özəl ID ilə getsin. İşte buradan qalan hər şey create olundu. Əslində də dediyim kimi, yəni əsas məsələ burada A tag-ində idi biraz. Qalan, yəni belə qeyri-adi bir şey yoxdur, nə bir. Okay. Elə buradan hər birinə özəl ID-ni verəndən sonra artıq bütün hər bir elementimiz öz ID-si ilə detaylı hazır, A tag-i hazır, bilinir ki, hara getməlidir. Yəni go detailinə basanda lazım olanına gedir. Necə? ATG-nin içində yazıb da. A tag-inə yazmışam. Bax, fikir ver, hamısında hansı ki haşa qədər olan hissəsi eynidir. Bir dənə ayrı fərqlənir. İnspektə göstərim biləcəm. Bunu kitabınıza atarsınız da bizə. Yaxşı olar. Rekorda atacağam. Kitaba kopyalayarsınız, bunu sizə yazmalı istəyirəm ona görə. Daha rekorddan kopyalama, oradan kopyalama. Yəni də onu da üşənib özün yazmağa çalışarsan ki, ya da nə bilim, search eləyərsən. Okay, yaş buna bax. Yox. Buradan bunu göstərir. Bu birinci. Create eləyən vaxtı. Create eləyən vaxt deyirəm ki, mənə buradan gələcək. Name, search, source necə gəlir? Deyirəm ki, belə ID gəlir. O ID-ni də götürürəm, verirəm bura. Hə, bunu harda verirəm? Bu for each-də. İkinci sətirdə. For each-də hər dəfə bu funksiyanı çağırıram. A-nin ID-sini ötürürəm. Yəni bu array-in hər bir elementin ID-sini ötürürəm. İşte, bu götürür, tardı getdi. Rüfət işıq ver. Okay. Okay, detail page-ində də uşaqlar nədir? Burada bir dənə qeyri-adi şey buydu. Ki, yəni yuxarıdakı o hissəni götürmək. Windows location hash. Slice elədim, götürdüm. Burada yenə sorğu atdım. Generate UI-da sorğum burada. Buradan da gəlib elementlərin içini doldurdum, bitdi. Hətta daha da səliqəli olsun deyə nə edə bilərdik uşaqlar? Necə? Yəni bu hissəni də funksiyaya çıxarda bilərəm də ki, sadəcə daha çox da ehtiyac yox idi, kiçik proyektdə. Yəni zaten baxan kimi başa düşülür hər şey. Dolayısıyla daha bunu keçirtmədim. Sual varmı başqa? Bir dənə go detail-a basıb hər hansı birinə girsən. İndi bəs geri səhifə vizuala qayıtsaq biz Belə eləyə bilərsən, hə? onu demirəm. Kodu Lorem yazmışdım. Sən nə olur? Heç nə, onsuz görünmür o, özüm şey eləmişdim. Seçilsin deyə eləmişdim o. Yox, o şey, buradakı mən içinə yazacaqdım. Necə görünəcək, onu bilmək üçün elə belə Lorem yazmışdım. Yəni, hə. Hə, yox. İçini silsək problem yoxdur, amma özünə ehtiyacımız var. Hə, özünü istəsən eləmək, gərək create eləyəsən. Bayaq kimi. Bir şey deyim mən. Bəli. Bu aşağıda A yaratmışsınız, bu ID ilə. Aha. Orada özün yazar, seçdiyiniz kimi yazmışsınız. Bir də Aşağıda siz bir elementten A yazmışsınız. aha, Onu siz seçdiyiniz sesini niye yazmışsınız? yazmamışam. Yazmışsınız. Şey, inspektə var idi. Mən ki create eləyirəm. O avtomatik hər for each-də create eləyir. Yox, deməli, seçdiyiniz sesində var, bir dənə seçin. Detail səhifəsi. Detail səhifəsində. Bilmirəm, hansısa. Beyndə yox, detail olur. Detail də ola bilməz. Main-də gedək baxaq. Mən kod hissəsinə baxım. Necə məsləhətdir? Hə, düzdür. Şey, bunu göstərmək üçün ki, izah eləyəndə. Ya ona ehtiyac yox. Hə, yox. Sadəcə izah eləyəndə göstərdim ki, lap bu hissə olmasa da HTML özü bizə bu bacarığı verir ki,
Yəni normalda bu HTML-in bir dənə detailin qabağında 1 ola, 2 ola, nə edir? Detail 1-2 səhifəsini axtarır. Amma uşaqlar ikinci məsələ. O mən soruşuram, bayaq o maraqlanmışdı. Onu orada əvvəldən yazmışdınız. Mən dedim aşağıda onu vermişdim. O şey 127 bir şey var. Hə, göstərmək üçündür ki, yəni bu həmişə bura qədərini oxuyur. Yəni həmişə eyni səhifəyə gedir. Yeni bir səhifəyə atmır. Qabağında normaldakı bu pəsidir, hər pəsdə müxtəlif yerə çıxmalıdır da. O sənin lokal hostundur, IP-ndir, lokaldakı şey deyil. Detail page-ə bax, o href yoxdur, main page-in altına at edib. Href-nə detail page-i verəcək də biz. Ona basanda üstə gəlmirmi? Sizin şeylərində əsasən detail üfüldəyən kimi idi? Negativ enerjiyə mi? Negativ enerjiyə mi? Cəmaat, sən əsniyəndə, üfüldəyəndə şey olur ki... Hə, üfüldəyən mən idim, o da idim. Hə, elə. Düşür səs var. Okey, deməli, bu API delete dəstəkləmədiyi üçün uşaqlar, sizə indi bir dənə şey deyim. Deyək ki, biz adminik, yəni Trendyol-a girəndə hamı belə qəşəng görür, amma admin misal üçün X-i görür deyək. Elementi silə də bilir. Məhsulu daha satılmır da, yoxdur. Onu necə yaza bilərik? Bura misal üçün bir dənə X batını ataram, hə. Okey, gəl əlimdən eləyim mənə ki. Bir dənə də batın deyək. Bu formada. Deyək ki, güya bu da silə bilir. Mən necə eləyərəm ki, indi başınızı işlədim bir dənə, bu getsin silsin həmin elementi. Yeni keçinə Ay yaşa. De kömək elə getdim. Kömək elə yazım. İşləməyəcək çünki API bunu dəstəkləmir. Amma yəni gedişatımız düz olsa, API dəyişib sadəcə Northwest-in qoyub istifadə edə bilərik. Northwest-də şəkil yox idi, istifadə etmədim. Hə, indi sən də mən yazım. Delete üçün kömək eləyin. Necə delete yaza bilərəm? Funksiya əvvəl delete'ini bir dənə şeylə. Delete'ini yaz, sonra o delete funksiyona hə ötürərsən ki, on klikində bəs get bu funksiyanı çağır. Hə. İndi kömək eləyin. Assign function. Bir dənə funksiyon yaradıram. Delete by id product. İçinə id ötürərik. Gələk onu kopyalayarıq. Bir dənə metodunu delete eləyərik. Üstəki adı. Gəlin bir dənəsində belə yazım, qəşəng görünsün. İkisini də görmüş olun. Bu yazılışın adı nə idi? Template literal. Backtickdən yazırıq, amma adı template literaldır. Okey. Gedir və ID-yə görə silir. Bununla bağlı sual var. Yəni də işte zaten. Hə, indi Metodu dəyişmirik. düzdür. Vergül, metod, Bir application falan yoxdur. Sən heç bir data göndərmirsən ki, ehtiyac olsun. Amma data göndərilsəydə ehtiyac var idi. Və ya bu private root olsaydı yenə ehtiyac var idi. Çünki bəlkə delete, məsələn indi delete mən çox admin deyilən bir şey deyiləm, eləyə bilirəm. Amma admin misal üçün delete eləyəndə ora nəsə qoymalıdır header-ə ki, həqiqətən də admindir. Okey. Kim kömək eləyin? Hə, add yazım. Aha. Nəyə admitli sınır verim? Hansına? Admitli sınır. İşləyəcək amma elə yazmayır. Çünki gələcəkdə o davam edilə bilən bir kod deyil. Yəni bu əlavə bir şey eləyə bilməyəcəyim. Okey. Yəni illa elə yazmaq istəyirsəsə də, yəni gəlib şeylə yazarsınız. Delete button nöqtə on click arrow function.
as filan şey. Okay. Gəlib deyirəm ki, delete product by ID. Mənim elə yazdığımızı buraxa bilərik açılımdan. Bunu deyirsən, hə? Zaten ona görə funksiya çıxartdıq da ki, səliqəli olsun. Onu eləyəcək. Delete by product ID-ni göndərdi. Bəs ID-ni hardan götürərəm? İçinə E yazın. Elə ID-si gəlir də bunun. Yox, yox, elə ID-si zaten ID-dən gəlir. E.ID-ni buna ötürəcək. O da ID olmuş olacaq. ID-ni buradan götürürük. Bəs function içində E yaz. Bu eventin E-sidir. Bildim. Ehtiyac yox idi əslində. E istifadə edəmək. Hə, əlim öyrəşib. Normalda axı eventi istifadə edirik. Məsələn, E.key və s. Ona görə yaza da bilərsiniz, yazmayaq. Okay. Silirik. İndi silməyə çalışacaq, işləməyəcək. Çünki Budur. Bir də saniyə görək nə deyir bizə. Satır verdi ana. Nədir 74-74-də mən nə yazmışam ki? Hə, eyni şey təzədən yazmışam. Hə, okey. Gəlirəm indi uşaqlarım, məsəl üçün bunu silmək istəyirəm. X-ə basıram. Heç nə olmur. Birazdan error çıxacaq. Çıxmadı. Okey, ola bilsin gecikir. Konsollarda söz yazın. İşləyirsə yəqin konsola verər. İşləyir, amma uğurlu olmur yəqin ki. Delete button X-inin klikləndi. ID sadəcə buradan gəlir. Yəni funksiyaya ID qəbul edir, ID-ni götürürəm. Bəs biz function içinə by yazıb, sonra da delete by ID product ID göndərdik. Həmin o klikləndi yazılanın üstündəki function içində i-ni qoyulur. Delete by ID product i.id yaza bilərik. Bu deyil, o kursorun olduğu sistemdən gedir söhbət. Orada function içinə i. Yox, oradakı i artıq eventi təmsil eləyir. O i bu i deyil. O tam ayrıdır. Bu i ancaq burada, bu i ancaq burada var ola bilər. Çöldə bayırda yoxdur da. Buradakı i isə yazsaydın, bu i klikin i'si idi. Hətta bunu necə i eləməyim, siz qarışdırırsınız. Bunu product eləyim. Yəni hər bir product. Okay. X eləyirəm, kliklənir, amma silmir, çünki yəqin ki API dəstəklənmir. API dəyişəcəm sadəcə, ciddi problem deyil. Amma API dəyişəndə nə olacaq uşaqlar? Şəkilləri bitirəcəm, çünki Northsmith dəstəkləmir. Bir də adları dəyişməliyəm. Olsun product API-əm. API-mi dəyişirəm, product eləyirəm. Hə, bax misal üçün buna baxın. API dəyişir, nə etməliyəm? 3 dənə yerdə birdən dəyişməliyəm də, həm burada, həm detailda. Onu bir Ay sağ, ona görə onu bir dənə dəyişənə çıxardırdıq. Əla. Mənim komand deyil. Necə? Komand deyil. Oxşarları seçsin elə. Hayf oğlandı. Okay. Bu düzgün yanaşma deyil. Niyə? Çünki proyekt bir neçə sətirdə olsa nə edəcək? İndi sadəcə bir səhifən var deyə rahat istifadə edə bilirsən, amma bu onlarla səhifədə olsa eləyə bilməyəcək. Və ya başqa yerdən gəlsə, yenə eləyə bilməyəcək. Bəli. Yox, hələ ki kontrolda nə eləyəcəm, amma misal üçün düzgün nə olardı? Burada bir dənə konstant yaradardıq global. Oradan istifadə eləyərdik. Gəlirəm, buranı dəyişirəm uşaqlar. Northsmith-ə dəyişəndə hamısı getdi, getməliydi də. Çünki API-lər falan artıq tam fərqlidir. Burada title yoxdur, amma name var, name'i götürərik. Bircə saniyə, name'i götürürəm. X işləyirdi. İşlənməyin səbəbi backendimiz silməyi dəstəkləmir. Dəstəkləmir, adamlar yazmıyor. Ancaq bunu oxuya bilərsən, silə bilməzsən. Northsmith-də delete mümkündür, create mümkündür, post mümkündür. Amma bu deyir ki, yox, ancaq get olar. Niyə? Çünki bu qəşəng şəkillər qoyub baxın. İndi
Sən girdin, sildin, mən də girdim, şey elədim, olmadı. Ona görə bloklayıb. Və ya ümumiyyətlə yazmayıb. Okay. Və indi imagelər qalsın, bir dənə supplier getdi. So. Dokumentdə uşaqlar adlarımız gəldi. En ekstrem olmalı. Hə, dəstəkləmir. Bu API-də yoxdur şəkil. Okay uşaqlar. Gəlirəm bu formada, bunları yazıram. İndi burada deyirəm ki, detail-ə bunu göndərirəm, qabaqsında ID-si, bəs burada da eynisi delete metodu ilə. Hə, indi buna baxın. Salamı silmək istəyirəm, refresh deyirəm, salam gedir. Hə, amma problemi gördünüz? Remove olmalı, hemen anı remove olmalı. Hemen kartı remove edilmez. Haqlısan, amma indi bir dənə problem deyəcəm. Mən klik eləyirəm, remove eləyirsən buradan silinir. Amma getdi orada problem yarandı, serverdən əslində silinmədi. Error çıxdı da yolda. Dolayısıyla biz nə etməliyik uşaqlar? Bir də təzədən fetch atmalıyıq. Elə bir ki, delete eləyirik, sonra bir dənə də get hold eləyirik, təzədən UI-ı option təzədən yaradırıq. Nə olar, bir dənə yaratdığımız funksiya təzədən çağırırıq, şey. Nə edəcəm uşaqlar? Buna baxın. Silirəm Antonu, Guamilyonu, Uncle Bobu, Northwood'u, Michikobeni. Getmir, amma refreshdən sonra gedir. Məndən eyni anda başqaları da sildi deyəsən, ona görə və ya yaratdı, bunlar gəldi. Hə, indi nə edəcəm uşaqlar? Silməyim işləyir çiçək kimi. Silmək funksiyalarım burada. Create eləməyim burada. Nə edirəm? Bu delete elədiyim yeri var ha uşaqlar. Delete eləyəndən sonra bir dənə də generate UI çağırıram. Generate UI funksiyası nə edir? Yerindən çağırırlar, keçən yazın. Həm fetch eləyir, həm də create eləyir də, düzdür? Remove yazın. Bu da zaten qurtardı. Orada silinsin. Hə də, budur, qurtardı. Gəlirəm, silmək istəyirəm, silinmədi. Gördünüz şey mantıqlı. Sangı silmək istəyirəm, not found. Eyni anda deyəsən başqası da silir. Okay. İşini alınmır. UI yenidən yaranır, amma undefined verir. Okay, gedək harda undefined verir, errorumuza baxaq. Northwind Products 4, Northwind Products 5, 8, 9. Hansına sorğu atmışıqsa deyib ki, işləmirəm. Xeyr ola. Gəlin bunu qıraqda ayrıca çağıraq. Yazın. Ancient şurupu silirəm. Hə, əla. Okay. İndi buna baxın. Bunlar ki, uşaqlar hər ikisi asenkron prosesdir. Ola bilər ki, biri digərindən daha sürətli işləyir. Ona görə await eləməliyəm bunu. Və await işləmir deyə nə etməliyəm? Asa. Gedək, görək. Əmələ gələcəkmi? Gəlmədi. 404 verirsən. Ola bilərmi ki, yaxşı ki, bayaq silinirdi. Silməyə icazə vermirlər ama. Ayağı qoysa öz alır. Topunu silirəm. Lakin yenidən get eləyəndə undefined verir. Okay, baxaq görək nədirdir. Heç nə yoxdur, bir dənə bunu düzəldim. Düzələcək. Okay. Ağlamayın, errora baxın, görə düzəldək. Deməli. Error biz yazmadık ki, siz yazdınız, gül kimi işləyirsiniz. Nasıl ki? Ya, davay düzəldirsiniz. Ne gibi bir saat siz error. Counter bize koyalım, bir saatten gəlsin. Mən özümə yazıram ha bunu. Okay. Deməli, gedək X-a basanda klikləndi yazısı çıxır. Yəni delete olunmur.
Lakin heç nə eləməsəm belə undefined errorum var. Hansı ki 404. Mənim get atdığım yeganə yer generate UI-dadır. Yəni bu sorğu zamanı hətta bu olmasa da problemi yaradır. Problem yaranmır, değil mi? Siz yarattınız. API dəyişdim deyə artıq buradan O gəlir. əvvəl silir də bence, sonra onu təzə çağırıb silmir. Yox. Hatta onu silin oradan işləsin. Yox, çağıra işləmək deyil. Bir daha istəyənlərsə, deyilən... İşləsə də Bomba sildi. 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 Geçmiş oyunu sildi. Mənim artıq sevdim. okey. Yaxşı. Onda mənim UI-mi sən niyə güncəlləmirsən? Generate UI-da çağırmamışam. Onu çağırdınız da bence. Yox, awaitsiz idi bəlkə də ona görədir. Uşaqlar gəlirəm, commonu silirəm. Görək, yenə gəlmədi. Klikləndi, not found deyir. Silməyə silir, amma UI güncəlləmir. Məryəm Rifət, dərsə baxın. Mən verib da sondan 16-da bizim verimiz pastel. 5-də buraxacam. Yəni 5-ə qədər error çıxır. Ne kadar iyisin. Ya, tez qutarsa başqa şey də kəsəcəm. Overtime kazanmışam ama bu. Ne yapalım? Overtime kazanmışam. Ama bu nasıl? Məryəm, sonra danışarsan. Osmanova. İkimiz də. Uşaqla pulsu oluyor. Bu yüzden faydalar değişir. Mən qovum yoxsa? Okey, təkrar atmayın da sözümü. Hamınız qovunda. Qrupda qızlar olanda belədir, tam rahat şey eləmirəm. Oğlanlar olsaydı həqiqətən daha... Bir daha baksana başım oğlanlar. Orada ne? Alkış eyləyər. Okey uşaqlar, bu error qutarmayan nə qədər getdi yoxdur. Ay müəllim. Və mən həll eləmirəm, həll edeyim. Məncə Həll eləyək də gedirəm o await generate UI istəyirəm tutarım. Yox, zaten bununla belə işləyir, ya. Bununla belə işləyir. Mənə lazımdır ki, bu silindikdən sonra yenidən sorğu atılsın və yenidən UI yaransın. O an olsun deyirsiniz ha, o an başlayırsınız. Yəni bu baş verəndən daha sonra, delete by ID eləyəndən daha sonra. Bunu gözləsin və bunun ardınca olsun. Sen bilirsən. Bunları qabağa atsaq sıraya görə ola bilərmi? Ben o yüzden bundan sonra yayınları senin zaten yaptığın mesela hava dizisi. Ben de oraya yapıyorum. Okey. Rifət. Məryəm. Hər gün adınızı çəkirəm. Bir tane problem çıkıyor. Həll eləyin. Her denemez var. Şey Göre- yaşıyor. Evet, bir şey yaşıyor. Create kartdır, gəlir, məhsul. Bu funksiya yenidən hər işləyəndə UI yaradır. Aynen image yok değil mi? Danışma. Sen kötü okursan. Generate UI. Ya da image değil. Sən olmasın dərsə gəlmədiyin xəbər edərsi gəlmir. Okay, funksiya işləyir. Online boşlarım. Aydındır uşaqlar. Əla. Okay, başınızı işlədin. Hər şey işləyir uşaqlar. Bir dənə gözünüz bu scrollda olsun. Buna baxın.
Qəşəng. Deməli nə etməliyik? Yəni gözləyir. Krolu Əvvəlkilər delete eləməliyik hamısını. Kömək elə. Onlar şey olmalı. Kömək elə. keşlandan Əvvəla delete funksiyasını çağıraq, mənim Və ya inRHTML boş string verə bilərik. Bəli. Qəşəng, qəşəng. Dərsdən qovarmayın, prosta yaxşı oxuyur. Ona görə şey eləmirəm. Okay, generate UI deyirəm. Konteynerə inner HTML, yəni yaratmazdan bir qabaq içini bir dənə bomboş eləyirəm. Ki, bayaqki söhbətdə ardına yazılırdı. Əslində işləyirdi hər şey. Sadəcə, bax, çangı silirəm indi. Gəlir, UI yenilənir. Misal üçün, kombunu silirəm. Gəlir, kombu yenilənir. Sorğu getməlidir axı. Bir dəfə delete gedir, bir dəfə də şey gəlir. Ona görə əksər vaxtı nə qoyuruq? Loading qoyuruq. Fırlanır, sonra gəlir. Ona görə sən... eləmirsən ki, Trendyolda falan da belədir, belə şey gəlir. hə. Yəni, misal üçün, adam məhsul silsə, hə. Amma və ya məhsul silmək olmasın. Adi, buradakı 2-dən sorğu gedir ard-arda və gələn məhsul da çoxdur. Normalda biz eyni anda 100 dənə məhsulu 100 dənə göstərməyəcəyik. Oraya texnologiyalar var. ORM başqa şeydir. ORM Object Relational Mapping deyə, hansı ki, daha biz SQL yazmırıq, elə obyekt kimi davranırıq. Yəni SQL dili bilmədən database-ə kod yaza bilirik. Yox, ORM-in elə sürətdə şey yoxdur. Sadəcə kod yazma sürətini artırır, amma performans cəhətdən yox. SQL injection-ın da qarşısını alır, hə. Amma elə o security-dir, o deyə bilməzsən axı sürətdir. Okay, uşaqlar, problemimiz nə idi? Error idi, o da həll oldu sabır. Silirdi, amma hər dəfə üzərinə gəlir. Okay, başqa kim deyə bilər? Rifətdən başqa. Ki problem nə idi bayaqki? Silirdi, Ya, yenə atırdıq, oxumurduk. Sən yox. Niyə bilirəm? Uşaqlar, yenidən append elədiyi üçün hamısı bir-birinin ardına gəlirdi. Yəni 5 dənə obyektim var deyək API-də. Deyirəm ki, 4-cünü sil, təzədən gətir. Gedirdi 4-cünü silirdi. Bunu da bunun ardına qoyurdu deyə. Gəlirdi biz daha çox görürdük və UI-mız güncəllənmirdi. Okay, error gördünüz? Həll eləmək qaydasını gördünüz ki, yəni amma həqiqətən deyirəm, bu yanaşma düzgün deyil. Onu düzəldin ki, yəni həll olmayan error olanda ona bax. Hə, həqiqətən deyirəm, yəni sən töhmət yazılası uşaqsan. Fonla özdə. Prosta yoldaşlarıma kömək edirsən deyə hələ ki şey eləmirəm, amma xəbərdarlıqlarımı eləyirəm də. Gülə-gülə deyirəm ki, çıx. Gülə-gülə deyirəm ki, çıx. Bəli. Başqa sual verim. Aha. Buyur. Bayaqki şey var idi, xəbər sayısı. Aha. Bir də ona burada məsələn dəyişəndə o şeylər dəyişəndə o HTML-lər. Aha. Bu MVC tipi ilə yazılır. API yox, MVC tipi ilə yazılır. Hər API-də bizim yazdığımızdan eyni məntiq eləyir. Həmin bu ID-yə görə yuxarıya bax. Məsələn, görə 7 var. Hə, var imiş. Bir dənə dəyişən onu. Mən buraya nə istəyirəm? Orada elə bir orada kontrol eləməli. Nə? Kontrol view göndərir də, model. Hə. Danışma. Danışma. Denizi başlamaz. O dəyişir onun şəkillər. Aha. Hə. Bura indi ayrı birləşdirməkdir. Səhifə. Xeyr, sadəcə həmin içi dəyişir. Eyni HTML səhifəsidir, ancaq bu ortalar dəyişir. HTML-ni dəyişdirdi. Hə. Eyni. React-da da eyni şey eləyəcək. Həmişə bu səhifəni göndərəcək, amma bu hissəni dəyişəcək. Amma əslinə qalsa bu MVC proyektidir deyə bütün HTML təzədən yükləyirlər. Hətta SPA-ların yaranma səbəbi budur. Gələcəkdə keçəndə backend-lə qarışıq, daha yaxşı başa düşəcək. Hamını çıxardıb səni saxlayaram. Saat 11-ə kimi. Okay. Sən bilsən belə yoldaşlarımın haqqına girirsən. Nə demək MVC deyirdi. Əl qaldırmadan danışma. Əl qaldırmadan danışdığın ikinci xəbərdarlığında dərsdən çıxırsan. Müəllim, bayaqki şey var da. Yəni yormadan məni də bir də çıx. Əlimi qaldırdın, özün başa düş çıx. Şəkilli olan yazmışlar, silinmirdi, dəyişdikdə. Ay sağ. Orada biz post atıb oraya yeni bir şey yaradıq. Onu da silə bilirik, elə deyil. Aksesimiz yoxdursa yox. Axı biz dünənki şey deyil o, dünənki yazılımız. Hə, indiki vəziyyətdə silə bilirsiniz, amma gələcəkdə backend yazanda belə deyək,
hər şey silə bilməyimiz düzgün deyil. Ancaq admin silə bilər. Tokenlər kəsəcəm, headerə token Mən qoyacaqsınız. eyni şeyi siz silə bilmək saxladım. Dünən yazdığımızı. Fix storage. Şəkillər olan var idi. Hə, icazə vermir backend. O halda icazə vermir. Yox. JSON serveri deyirsən yoxsa? Xeyr, mən story API olan. Silə bilmədik. O axır. Əgər backend yazmayıbsa, silinə bilməz. Nədir dedi ki, bu gün baxarıq, 100% bu gün baxacaqdır, alınmayacaqdır və başqa API ilə dəyişdirəcəyik. Yəni belə deyək, əgər backend onu yazmayıbsa heç vaxt, sən onu heç vaxt silə bilməzsən. Belə deyək, hər bir endpoint backend tərəfindən yazılmalıdır. Yəni production geti, bir dənə istəyirsiniz backend yazım sizə bir dənə sürətli. Yox, lazım deyil, mən Okay. Yəni bu rekordu ayrıca saxlayıram ki, qarışmasın.